Verilişin baş sponsoru Vita Prost. Kişi sağlamlığı vacib olduqda. İdman həkimi, fizioterapevt Fərid Selimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır və bugün növbəti maraqlı mövzu və bu mövzuda çox güvəndiyim həkim qonağımızla sizin qarşınızdayım və əminəm ki, bugünkü verilişimiz də hər birinizə çox maraqlı olacaq. Çünki yaz aylarındayıq və yaya keçiddə mən düşünürəm ki, bu həkimin köməyinə xüsusilə də allergiyadan əziyyət çəkənlərin çox ehtiyacı var. Söhbət son illərdə biraz daha populyarlaşan, amma daha çox bu mövzuda xarici mətbuatda, xarici səhifələrdə sıx gördüyümüz, amma Azərbaycanda da bu prosedurların nə qədər keyfiyyətli icra olunduğunu bilmədiyimiz bir mövzuda danışacağıq. Söhbət plazmaferez azonoterapiyadan gedəcək və qonağımız bu mövzuda qeyd etdiyim kimi mənim şəxsən çox güvəndiyim, ildə bir dəfə, iki dəfə çağırsa da bir dəfə gedib çıxdığım həkimim, həkim eferintoloq, plazmaferez və azonoterapiya mütəxəssisi doktor Ağa İsmayılovdur. Xoş gəlmisiniz doktor. Çox sağ olun, minnətdarım. Elə mən hazırlaşırdım siz tərəfə gəlməyə. Deyir, sağalan xəstənin ayağına həkim özü gəlib çıxarmış. Ümumiyyətlə, plazmaferez və azonoterapiyanın müasir təbabətdə yeri ki, bu xəstəliklərdə biz əminliklə deyirik ki, xəstəliyin gedişatını asanlaşdırır və yaxud daha sadə dildə desək, aylarla müalicəsi davam edəcək bir xəstəliyin bir neçə prosedurda sağalmasını təmin edir. Hansı xəstəliklərdə yeri var bu prosedurların? Demək, qısaca olaraq bir plazmaferez nədir? Bir cümlə ilə də olsa buyurun, mən ifadə edeyim, diqqətinə çatdırım izləyicilərimizin. Plazmaferez qanın müasir təmizlanma üsulu olub, qanda olan lipoproteinlərin, allergenlərin, iri molekullu toksinlərin təmizlənmə üsuludur. Bu üsul tam ağrısız, tam steril və müasir formada, müasir avadanlıqlarla icra olunur. Bunun və fasiləsiz icra olunur. Yəni fasiləli, fasiləsiz olmaqla plazmaferez əslində iki deməli istiqamətə bölünür və müasir təbabətdə daha çox tətbiq olunanı və effektiv olanı isə fasiləsiz, başqa sözlə bəzən buna membranlı plazmaferez də deyirlər. Ümumiyyətlə, plazmaferez hal-hazırda 200-dən artıq deyərdim ki, xəstəliyin müalicə və profilaktikasında tətbiq olunur. Və tarixinə diqqət eləsək, əslində plazmaferez hələ 10-cu əsrdə təbiblər tərəfindən dırnaqarası pis qanın xaric olunması adı altında icra olunurdu. Və zaman keçdikcə, elm inkişaf elədikcə, texnologiya təkmilləşdikcə hal-hazırda yəni müasir bir formada, yəni xüsusi yüksək keçiricilikli filtrlərlə və müasir aparatlarla fasiləsiz olaraq icra olunur. Və ən çox tətbiq olunduğu sahələrdən elə biri fəsil vurğuladınız, elə başlanğıcda, girişdə allergiyalardır. Allergiyaların müxtəlif formaları, o cümlədən toksik allergik dermatitlər, dərman mənşəli, medikamentoz mənşəli allergik dermatitlər. Ekzemalarda da yəqin ki. Ekzemalarda çox yaxşı effekt verir və bəzi insanlar var ki, yəqin izləyənlər və bu problemi olanlar daha aydın başa düşəcək mənim. Mənim bir insanlar var ki, onlar nə antibiotik qəbul edə bilirlər, nə ağrı kəsicilər qəbul edə bilirlər və s. Və təsadüfən, səhvən qəbul edərlərsə, bu onların səhhətində çox ciddi problemlər yaradır. Bax, bu hallarda çox əvəzsizdir plazmaferez. Bundan başqa şəkərli diabetin ağırlaşmalarının qarşısının alınmasında, diabetik deməli ağrılarda,
Neuropatiyalarda. Neuropatiyalarda, bəli, diabetik hətta nevropatiyalarda, retinopatiyalarda, göz dibinin, yəni xırda damarlarının zədələnməsinin qarşısının alınmasında əvəzsizdir. Xüsusən toksiki zoblarda və tənbəl zoblarda. Bundan da başqa plazmaferez həm də bütün autoimmun xəstəliklərdə çox uğurla və müvəffəqiyyətlə hal-hazırda tətbiq olunur. Autoimmun xəstəliklər deyəndə burada bu gün nəzərə alsaq ki, çoxdur. Fibromialgiyalar olsun, autoimmun tiroidit olsun, qırmızı qurd şənəyi olsun, nə bilim, sklerodermiyası tut, revmatoid artrit tut. Deməli, bütün bu xəstəliklərdə də bu eferin terapiyanın yeri var. Bəli. Autoimmun xəstəlikləri biri-biri ilə birləşdirən, yəni ortaq bir tərəfləri qanda autoimmun antitellərin yüksəlişidir. Və o nə qədər çox yüksəlirsə və yüksəldikcə hansı orqana doğru yönəlibdirsə, o orqanı artıq ikincili zədələyir. Buna görə də orqanizmdən həmin o autoimmun, daha doğrusu qandan autoimmun antitellərin səviyyəsinin aşağı düşürülməsinin ən gözəl yolu məhz plazmaferezdir. Çünki həmin antitellər molekulyar ölçülərinə görə böyrəkdən süzülə bilmirlər. Qanda qalırlar və plazmaferezlə çox rahatlıqla onu qandan xaric eləmək mümkündür. Və belə bir fikir yaranır ki, plazmaferezdə nə edirlər? Yəni, qanı götürürlər, onun çirkli hissəsini təmizləyib, yenidən mənə vururlar. Misal üçün, yəni belə bir fikir yarana bilər və hamının tibbi təsiri yoxdur. Əslində orada proses nədən ibarətdir ki, bax siz dediniz ki, qan yağlarının azalmasına, xolesterinində belə çıxır ki, qanı götürürük, yağlarını ayırırıq, nə bilim suyunu ayırırıq, təmiz yerini. Onu mu təzədən yenidən köçürürük xəstəyə? Yoxsa necə baş verir bu proses? Və o mənim qanım necə gedir aparata? O aparatda başqa insanın qanı ilə qarışır. İstərsiniz belə suallar əminəm ki, sizə hər gün verilir. Yəni bax bunu açıqlayaq. Bir pasiyent yaxınlaşıb sizə ki, deyək ki, mənim allergiyam var, mənim plazmaferez lazımdır. Orada nə baş verəcək sonra? Demək, çox maraqlı məqama toxunursunuz. Bəli, hər dəfə biz bunu açıqlasaq da, aydınlıq gətirsək də çox intensiv rastlaşdığımız suallardan biridir. Demək, pasiyentin qanının aparatla heç bir təması olmur ümumiyyətlə və o filtr şlanq sistemi bir dəfəlikdir. Açılır, aparata yığılır və sensorlar vasitəsilə nəzarət olunur, xüsusi dövriyyələrdən keçir, filtrlərdən keçir və qanın çirkli hissəsi, toksinli hissəsi ayrılır. Ayrılan hissə ayrı bir xüsusi torbaya yığılır və təmizlənmiş biz eritrotsitar kütlə deyək. Təmizlənmiş qan, eritrotsitar kütlə isə xüsusi məhlulla, kristalloidlərlə qarışdırılaraq yenidən orqanizmə qaytarılır. Və hal-hazırda təbabətimiz və texnologiya o qədər inkişaf edib ki, əslində heç biz infeksiyaları belə yoxlamırıq. Adətən sual verirlər ki, doktor, prosedur öncəsi hansı analizlər götürülür? Bəli, mən bir qan ümumi analizdir, albumin göstəricisidir, laxtalanmadır və s. yoxlanılır. Amma infeksiyalar yoxlanılmır. Ona görə ki, zaten orada hər bir şey sterildir, bir dəfəlikdir. Hər pasiyent üçün özəl açılır, set. Bir mənalı şəkildə təbii ki. Deməli, belə deyək də, ildə neçə dəfə etmək olar bu proseduru? Hər dəfə neçə seans gəlmək lazımdır? Bu seansların tezliyi nə qədər davam edir? Və biz CBC Sportdayıq, idmançılara etmək olarmı? Bu prosedurdan sonra həyat tərzi, məşqə getmək, yarışa çıxmaq və s. Bax, bu